İstanbuldayıq, Ayasofya caminin önündə. Qeyd edək ki, Bizans İmperatorluğu dönəminə aid olan bu məbəd 1453-cü ildə Fatih Sultan Mehmet tərəfindən İstanbul fəth olunduqdan sonra məscid olaraq fəaliyyət göstərir. Lakin Mustafa Kemal Atatürk'ün zamanında 1934-cü ildə verilən qərarla məhz muzey olaraq fəaliyyət göstərir. Qeyd edək ki, həmin zamanlar bəlkə də mən belə hesab edirəm ki, Yunanlar üçün ən böyük işgəncə idi. Öz tarixi abidələrini ziyarət eləmək üçün, öz ibadət yerlərini ziyarət eləmək üçün məhz muzey kimi pul verib bura gələ bilirdilər. Lakin Rəcəb Tayyip Ərdoğanın qərarı ilə isə gördüyünüz bu məbəd yenidən məscid kimi fəaliyyəti göstərməyə başladı və ibadət olaraq insanların üzünə açıldı. Ancaq bilmirəm, yəni Erdoğançı olsam da mənə görə hər nə qədər məscid olsa da Ayasofya elə adından da göründüyü kimi Aya məbəd olaraq mənim yaddaşımda qalıb və qalacaq da. Ancaq hər kəsin fərqi yoxdur, dindən asılı olmayaraq hər kəsin də ibadəti qəbul olsun deyir.